Bəzən görürəm ki, bizim üçün ən sadə sayılacaq məlumat əksər insanlar üçün, yəni qaranlıq bir mövzudur, məlumatsızdılar. Dəfələrlə mənə zənglər olub, müştəri məndən soruşur ki, kürə peci tikəcəyik, qum simentlə hazırlamaq istəyirik. Mən onlara bildirmişəm ki, yəni kürə peçinin tikintisi istifadə olunan kərpiclər, o davamlı kərpiclər adi bildiyimiz qum simentlə hörülmür. O kərpicləri hörmək üçün xüsusi hörgü məhsulları var, şamot tozu və ona qatılmalı olan gil. Gil bizim mağazamızda iki cürdür, yerli istehsal və Rusiya istehsalı. Rusiya istehsalı 1670 dərəcə o davamlı materialdır, yapışqanlığı çox güclüdür. Gil ilə şamot tozu bir-birinə qarışdırılır su ilə və nazik çəkilmək şərti ilə, yəni maksimum qalınlıq 2 milli, 3 milli qalınlığında kərpiclərə çəkilir və kərpiclər bir-birinə yapışdırılır. Yəni kürə tikintisində, manqal tikintisində, yəni alov olan yerlərdə o davamlı kərpiclərin hörgü məhsulu mütləq şəkildə şamot gildir. Yəni kimsə qum simentlə tikəsi olsa, yəni onun tikdiyi həmən məhsul, yəni manqalı olsun, təndiri olsun, kürəsi olsun, dağılacaq. Bununla da bağlı yenə simentlə tikilən kürə ilə bağlı bir kiçik bir video olacaq. İnşallah növbəti videoda o haqda danışacağam.